Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. İlıq, mülayim yaz ayının ikisinin qovşağında, yəni aprel-may aralığında sizinlə görüşə gəlmişik. 27 aprel-3 may arasında gözləntiləri sizin nəzərinizə çatdırmağa çalışacaq. İlk öncə bildirim ki, həftə qarışıq həftədir. Məşhur adamlara qarşı sui-qəsddən tutmuş həbsə qədər, işdən çıxarılmağa qədər olayların şahid olacaq. Həm dünyada, həm ola bilər ölkəmizdə. Ölkəmizdə söhbət sui-qəsddən getmir, amma vəzifə itirənlər, yeni təyinatlar, bax belə bir hadisələr olacaq. Yəni fərdlərin artıq manşetlərə daşınması, müzakirə olunması olacaq. İndiyə qədər haransa bombalanması, hansısa ordunun harasa girməsi ilə bağlı danışılırdısa, bu həftə, yəni ümumi proqnoz belədir ki, fərdlərin başına gələnlər artıq manşetlərə çıxacaq, xəbərlərin başlığında, sərlövhəsində olacaq. Təbii ki, ayrı-ayrı zodiak işarələrini gözləyənlər daha çoxdur. Ona görə mətləbə keçək birbaşa, başınızı çox ağrıtmadan. Beləliklə 27 aprel 3 may aralığında Qoç bürcü. İlk öncə bildirək ki, hazırda ciddi bir seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Ayın 29-da və 2-sində istənilən riskiniz müvəffəqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə də müəyyən artımlar olacaq, amma imkan daxilində uzaq yola çıxmamalısınız. Boğa bürcü. Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki bu 2 ayın qovşağında bunu bacarmasanız sizi uzun müddətli kasıbçılıq gözləyə bilər. Hər təsadüfi adama etibar etməyin. Mayın ilk 2 günündə ağlınıza gəlməyən istiqamətdən perspektivli təkliflər ala bilərsiniz. Çalışın ki, razılaşasınız. Əkizlər bürcü. Sakit bir həftə var qarşınızda. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, mayın ilk günündə səfərə çıxmaq olar. Bazar günündə isə Tanrını başınız üstündə hiss eləyin ki, necə deyərlər, bağlı qapılarınız açılsın. Vacib planlarınızı isə hər adama söyləməyin. Xərçəng bürcü. İlk günləriniz pasiv başlasa da ayın 30-dan etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizi aldadanların artdığını bəyan edir. Şir bürcü. Boğa bürcünə dediyim kimi siz də həftə ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəltməlisiniz. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni mütləq görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin. Ayın 29-da aldığınız təkliflərə gözü yumulu razılıq verməyin. Əks təqdirdə gələcəyiniz üçün problemlər yarana bilər. Qız bürcü. Bərbaşdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu həftə bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək. Uğurlu səfərlər, maliyyə müvəffəqiyyəti də yolunuzu gözləyir. Tərəzi bürcü. Səhhətinizi qoruya bilsəniz, öhdənizdə olan bu həftədə heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin. Lazımsız yerlərə xərc çəkməyi də dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın. Əqrəb bürcü. Astroloji göstəricilər yalnız ayın 29-un gərginliyi içində başa vuracağınızı bildirir. Həmin gün maksimum ehtiyatlı olmalısınız. Digər 6 gündə isə hər şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin. Oğatan bürcü. Adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq yoxdur. Amma iqlimin mülayimləşməyə başlaması, təbiətin dəyişkənliyi daxili orqanlarınızda, məsələn, mədədə, mədaltı vəzdə, daha doğrusu dalaqda müəyyən problemlər yarada bilər. Buna adətkar olduğunuz üçün mənim elə bu proqnozumu dinləyəndən əncam çəkməyə çalışın. Aprelin 30-da perspektivli sövdələşmələr mümkündür.
Oğlaq bürcü. İstirahət günlərində əsəblərinizi cilovlaya bilsəniz, ondan əvvəlki günlərdə hər hansı bir narahatçılığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aradan qalxacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu həftə daha çox istirahətə yer ayırın. Su tökən bürcü. Bəxtinizə təzadlı bir həftə düşüb. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamındaca addım atmalısınız. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza tez-tez baş çəkməyə çalışın. Balıqlar bürcü. Ümumən, gərgin həftə olsa da özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Göy qübbəsi büdcənizin artacağını da mütləq sayır. Həftə ərzində ən azı 2 dəfə gəlir əldə edəcəyiniz proqnozlaşdırılır. Üstəlik, mayın ilk günündə maraqlı sürprizlərin də şahidi olacaqsınız. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.